Boz rəngdə, sarı rəng, ağ rəng. Yəni az qalan iplərindən istifadə edəcəm. Milçə isə 3.5 mm-dir. İstənilən velur ipdən istifadə etmək olar. İndi başlayıram toxumağa. Göy rənglə başlayıram. İlk olaraq 3 zəncir çəkirəm. 1, 2, 3. 3 zəncir çəkdim. İkinci zəncirə 6 ədəd sıx iynə toxuyuram. 1, 2, 3, 4, 5 və 6. 6 ədəd sıx iynə toxudum. İlk ilmək ilə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirəm. Bu oyuncağı ilmək sürüşdürmə ilə eləyəcəm. Göy rəng olan hissəni yalnız ilmək sürüşdürmə ilə edəcəm. İndi növbəti sıraya keçirəm. Bu sırada isə hər ilməyə cüt toxuyuram. 1, 2. Bu oldu birinci cüt. Bu oldu ikinci cüt. 3, 4, 5 və bu da 6-cı cütü toxudum. İndi növbəti sıraya keçirəm. Növbəti sıraya keçirməmişdən qabaq ilmək sürüşdürmə edirəm. Belə. Bir zəncir çəkirəm. İndi isə, baxın, dibdə olan ilmədən başlayıram. Bir tək bir cüt olaraq toxuyuram. Bir sıx iynə toxudum. İndi isə bir cüt toxuyuram. Bir sıx iynə toxudum. Növbəti ilməyə cüt toxuyuram. Salam, hər vaxtınız xeyir. Növbəti ilmə bir tək və bir cüt. Növbəti bir tək. İndi işimiz canlı. Baxıb toxuyarsınız ipiniz varsa. Nazik iplə toxusanız qəşəng balaca ölçü burlok alınacaq. You're from? I am from Azərbaycan. İndi bura cüt toxuyuram. Növbəti ilmə yenə bir tək. Bir cüt. Növbəti canlılarda, indi hələ ki mən təzə başlamışam YouTube'da canlı açmağa. Növbəti canlılarda artıq sxem yazaraq yəni toxuyacağım. İndi bunu toxumuram. Toxuyandan sonra sxemi də yazacağım. İngilis dilində simvollarına, yəni işarələrlə yazacağım. Növbəti canlılarda edəcəm elə. İndi bura cüt toxuyuram. İlk ilmək ilə ilmək sürüşdürmə etdim. Bir zəncir çəkirəm. Keçirəm növbəti sıraya. Bu sırada isə 2 tək bir cüt toxuyuram. 1, 2. 2 tək toxudum. Bir cüt toxudum. Yenidən 1, 2. 2 tək toxudum. İndi isə bir cüt toxuyuram. Eyni qayda ilə 1, 2. Yəni bunu 6 dəfə təkrar edirəm. 2 sıx iynə toxudum, bir cüt toxudum. Yenidən 1, 2. 2 sıx iynə toxudum. İstifadə etdiyim ip, indi istifadə etdiyim göy rəng bu ipdir. Valance Bunny Baby, milçə isə 3.5 mm. Əgər əlinizdə 4 nömrə varsa 4 ilə də toxuya bilərsiniz. Bunu düyünlüyüm. Dünən yeni oyuncaq toxunmuşam. Onu göstərim sizə. Baxın, bunu dünən toxunmuşam. Başında da pendir var.